Hoş gördük sizi. Əzizlərim. Həmişə kollarda olasın. Ay mənim əzizlərim. Dostumun toyuydu, dəvət elədilər. Mən də çıxdım oraya bir zümzüm elədim. Amma mən bilməzdim ki, bu boyda muğamlar oxumuşam. Heç onun haqqında demirlər. İki kəlmə yalandan ağlıma gələn söz demişəm. Onu yaydılar, bu olmaz, bu olar. Mən rep deyənəm. Kim sizə deyib ki, olmaz? Yazırlar da oraya qarğış eləyirlər, nə bir söyüş söylüyor. O bəğlisin sözləri burada. Dum tak tak dum tak. Mən heç vaxt peşman olmuram. Çünki o təb gələndə, o təbdən cəmaatın xoşu gəlmir, amma mən təbim gəlirsə deyirəm. Mən fikirləşmirəm ki, kimisə xoşuna gələcək və ya gəlməyəcək. Təb gəldi, gedir. Bəs gələcəkdə rep və muğam birlikdə belə bir layihə olacaq? Eləyəcək inşallah. Hətta bundan sonra bir dənə qəşəng eləyəcək ki, rep də demək olar, meyxana da demək olar, muğam da oxumaq olar, mahnı da oxumaq olar. Amma eşqlə, ilhamla, yəni səmimi. Sizi tənqid edənlərə nə demək istəyirsiniz? Mənə tənqid edilənlərə Allah canı sağ eləsin ki, məni işıqlandırdılar.